Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə zirvə kurslarının təşkil etdiyi sınaq imtahanının suallarını bir-bir izahını verəcəm. İnformatika fənnindən gəlin birinci sualımızdan başlayaq. Anaların dördüncü stolda əyləşdiyi haqqında məlumat 3 bit informasiya daşıyır. Otaqda maksimum neçə stol ola bilər? Deməli, baxın, belə deyək, hər hansı bu istər dördüncü olsun, istər beşinci, hər hansı bir stolda oturması haqqında məlumat 3 bit informasiya daşıyırsa, otaqda maksimum neçə stol ola bilər? Təbii ki, n bərabər 2 üstü i düsturuna əsasən deyəcəyik n bərabərdir 2 üstü 3. Yəni maksimum 8 dənə stol ola bilər. Cavabımız olacaq C variantı. Daha sonra davam edək. Belə bir sual nümunəmiz verilib. Gəlin indi bu sualımızı müzakirə edək. Deməli, cədvələ əsasən bu kodun hansı sözə uyğun olmasını müəyyənləşdirməliyik. Deməli, 3-ün kodu nədir bizdə? T hərfi, 0-ın kodu A hərfi, 7-nin kodu X hərfi, 3-ün kodu yenidən T hərfi və 0-ın kodu A hərfi olacaq taxta D variantı. Davam edirəm. Aha, belə bir sual nümunəsi verilib. Deməli, 9 onluqda və 5 səkkizlikdə sonra 23 onluqda və 23 16-lıqda bunları müqayisə eləməliyik. Baxın, bir məqam var deyim sizə. 9 onluqda ədədi 5 8-likdə ədədi verilir. Düzdür? 9 da 5 də onluq say sisteminin daxilində var. Aha, hər ikisini onluq say sisteminə gətirsək, bu 9 zaten onluq say sistemindədir. 5 də onluq say sisteminin tərkibində də 5-dir. 8-liyin tərkibində də 5-dir. Yəni hər ikisində var. Ona görə 5-i də biz bu formada yaza bilərik. Bu halda ədədlərin müqayisəsi əlbəttə ki 9 5-dən böyük olacaq. İndi isə bu ədədləri müqayisə edək. Deməli, buna əsasən dedik ki 9 böyükdür 5-dən. İndi 23 ədədi onluq say sistemində verilib və 23 ədədi burada 16-lıqda verilib. 16-lıqdan onluğa gətirməliyik. Niyə? Çünki onluq say sisteminin tərkibində 16, üzr istəyirəm 23 yoxdur. Yazıram indi belə. 23 16-lıqda gətirirəm x onluğa. Deməli 0 1 2 vurulmuş 16 üstü 1 plus 3 vurulmuş 16 üstü 0. Bu eləyəcək 2 dəfə 16'nın 32 plus 3. Eləyəcək 35 ədədi onluq say sistemində. Bu 23 idi onluqda. Bu da 35 idi onluq say sistemində. Hansı böyük olacaq? Əlbəttə ki, deməli 35 onluq da 23 16-lıq deməkdir. Deməli 23 16-lıq ədədi 23 onluq ədədindən daha böyük olmuş olacaq. Yəni cavab Y variantı olacaq. Keçirəm növbəti sual nümunəmizə. 32 simvol əlifbadan istifadə edilərək hazırlanmış mətnin ümumi həcmi 500 bitdir. Mətndə neçə dənə simvol var? Bunu biz öyrənmək üçün, işləmək üçün hansı düsturu keçmişdik sizlə? Simvol sayı vurulmuş i bit bərabər həcm düsturunu. Gəlin düsturumuzu misalımıza tətbiq edək və işləyək. Deməli, bir dənə pozum buranı. İndi baxıram bu sualımıza. Bizə burada hansı məlumatlar verilib? 32 simvollu əlifba. Demişdik, simvollu əlifba anlayışı, əlifbanın gücü, əlifbanın qüvvəti, maksimum simvolların sayı dedikdə nə nəzərdə tutulurdu? Böyük n nəzərdə tutulurdu. Əgər böyük n bərabərdir 32-dirsə, buradan n necə tapırdıq? N bərabər 2 üstü i düsturuna əsasən. 32 bərabərdir 2 üstü i-yə, 2 üstü 5 bərabərdir 2 üstü i-yə. I buradan neçə eləyəcək? 5 bit eləmiş olacaq. İ'miz 5 bitdirsə, i bərabərdir 5 bit. Həcmimiz də bərabərdir 500 bitdir. Bizdən nə soruşulur? Simvolların sayı, SS soruşulur. Simvol sayı vurulmuş i bit bərabər həcm düsturuna əsasən buradan məhcul vurğu tapa bilərik. Simvolların sayını tapmaq üçün həcmi, yəni 500 biti böləcəyik i bitə, yəni 5 bitə. Bunlar ixtisar gedəcək, qalacaq burada 100 dənə simvol. Cavabımız eləyəcək B variantı. Davam edirəm növbəti sual nümunəsindən. Aha, indi say sistemlərinə aid belə bir sual nümunəmiz var bizim. Deməli, 18 ədədi onluq say sistemindədir, 24 ədədi 8-likdədir və AC ədədi 16-lıqdadır. Aha, hamısını onluğa gətirmək lazımdır. Gəlin gətirək. 18 ədədi zaten onluq say sistemindədir, qalır öz yerində. 24 ədədini 8-dən onluğa necə gətiririk? 0, 1 qaydasından yazıram. 2 vurulmuş 8 üstü 1 plus 4 vurulmuş 8 üstü 0. Bu eləyəcək 16 plus 4 də buradan eləyəcək 20. 20 olacaq onluq say sistemində. İndi AC ədədini 16-dan onluğa gətirək. Onluğa gətirəndə 0, 1. Biz də bilirdik ki, A, B, C, D, Y. Bunlar bir də F 16-lıq say sisteminin hərfləri idi. A 10 idi, B 11 idi, C 12 idi. Bir dəqiqə buranı pozum, bunu düz yazmadım. Aha. B deməli 11-dir, C 12-dir, D 13-dür, Y 14-dür və F isə 15-dir. Bunu əsasən yazırıq. A neçə idi bizdə? 10. Yazıram 10 vurulmuş 16 üstü 1 plus C neçədir? 12. 12 vurulmuş 16 üstü 0. Buradan eləyəcək
10 vurulmuş 16 eləyəcək 160, plus 12 də buradan eləyəcək 172. İndi biz yekunda hansı nəticələri də əldə elədik? Deməli, 172 ədədini aldıq, 20 ədədini aldıq və 18 də misalın özündə zaten onluq say sistemindədir, çevirmədik. 8 2 eləyəcək 11 yadda, 7 2 9, bir də yadda 10, bir də yadda 11. Bir yazırıq, bir yadda 1, bir yadda 2. Eləcək 210 ədəd onluq say sistemində. Cavabımız olacaq Y variantı. Keçirəm növbəti sual nümunəmizə. 256 vurulmuş 512 pikseldən ibarət olan monoxrom qrafik təsvir informasiyanın həcmini tapın. Aha. Deməli bizə qrafiki informasiyaya aid belə bir sual nümunəsi verilib. Qrafiki təsvirin ümumiyyətlə biz həcmini necə tapırdıq? Deməli, belə bir qrafik təsvir götürək. Gəlin bu haqda biraz danışaq əvvəl. Baxın, elə bilin ki, bu bizim bir qrafikamızdır, qrafiki təsvirimizdir. Qrafiki təsvirinin həm enində, həm də uzunluğunda müəyyən sayda piksellər var idi, düzdürmü? Biz bu qrafik təsvirin, bax bu şəklin yaddaşa tutduğu yer tapmaq üçün nə edirdik? Uzunluğunda olan piksellərin sayını vururduq, enində olan piksellərin sayına. Bunu da vururduq buradakı bir dənə pikselin həcminə, yəni i bitə. Və bu formada biz bu şəklin yaddaşda nə qədər yer tutduğunu tapırdıq. Bizdə burada hansı məlumatlar verilib? M vurulsun n, yəni uzunluğunda və enində olan piksellərin hasili verilib. 256 vurulmuş 512 və i bit əslində bizdə verilib. I bit nədir? Monoxrom qrafiki təsvir. Biz burada rənglərdən danışmışdıq. Hansı rənglərimiz var idi? Gəlin yada salaq. RGB rəngimiz var idi. CMYK-mız var idi. Daha sonra təhlükəsiz rənglər palitramız var idi. Təhlükəsiz. Daha sonra monoxrom rəngimiz var idi. Monoxrom və deməli high colorımız var idi. RGB-də yaddaşda bir piksel nə qədər yer tuturdu? 3 bayt. CMYK-da 4 bayt. Təhlükəsiz rənglər palitrasında 8 bit. High colorda 16 bit. Monoxromda isə 1 bit yaddaşda yer tuturdu. Deməli, i burada nə qədər eləyəcək? Monoxrom dediyinə görə 1 bit eləmiş olacaq. Buna əsasən həcmimizi tapmaq üçün nə edirik? Deməli, n vurulsun i bitə əsasən yazıram. 256 vurulmuş 512 vurulmuş 1 bit. Bunu da 2-nin qüvvətlərindən yazsaq necə yazacaq? 2 üstü 8 vurulmuş 2 üstü 9 vurulmuş 1 bit. Buna əsasən cavabımız necə olacaq? Hamısı kilobaytla və ya megabaytla verilib. Deməli, bitlə də var əslində. 8 9 eləyəcək 17, 2 üstü 17 eləyəcək. Bu bitlə olan 16384, 2 üstü 14-ün nəticəsidir. 2 üstü 14. Ona görə bit deyil deməli. Deməli yazdım nə? 2 üstü 17 bit. Bitdən də kilobayta keçirmək üçün bölməliyəm 2 üstü 13-ə. Nəticə necə eləyəcək? Deməli, 7-dən 3 çıxaram 4, eləyəcək 2 üstü 4, yəni 16 kilobayt. Cavabımız eləyəcək 16 kilobayt, yəni A variantı. Keçirəm növbəti sual nümunəmizə. Bunu deməli hesabladıq, gəlirik bura. Aha. İndi deyir ki, ədədin açıq yazılış formasını müəyyən edin. Onluqdan, deməli, 7-likdən onluğa gətirməliyəm. Tamam. 4532 ədədi 7-lik say sistemindədir. Bunu onluğa necə gətirirəm? Yazıram 0, 1, 2, 3. Yazacaq belə. 4 vurulmuş 7-nin kubu, plus 5 vurulmuş 7-nin kvadratı, plus 3 vurulmuş 7 üstü 1, plus 2 vurulmuş 7 üstü 0. Bizdən də zaten bunun açıq yazılışını istəyir. Yəni, bunu hesablamamızı istəmir. Buna əsasən cavabımız olacaq. Baxın bu variant. Üzr istəyirəm, bu yox. Bu 7 üstü 4-dür, bu deyil. Deməli, 7-nin kubu, 7-nin kvadratı, 7 üstü 1, 7 üstü 0. Burada arada plus olmalıdır. Yox, bu variant səhvdir. Arada plus olmalıdır, ona görə cavabımız olacaq D variantı. Keçirəm növbəti suala. Raster təsvirlərinin fayl genişlənməsi hansıdır? BMP, PNG, JPEG, bunlardan başqa hansılar var idi? TIFF var idi. Daha sonra deməli, BMP, PNG, JPEG, TIFF, daha sonra GIF var idi. Bax, bu da bizim qrafik təsvirimizin genişlənməsi idi. Burada Dojix olacaq mətn faylı getdi. XLS olacaq, deməli, Excel faylı, bu da getdi. TIFF və PSD düzdür. PSD də bəli, bizim raster təsvirimizə aid Adobe Photoshop'un qısalmasıdır. Davam edirik. Deməli, burada dedik ki, PSD Adobe Photoshop'un qısalmasıdır və AI isə bu isə deməli Adobe Illustrator proqramına aiddir və vektor qrafikasına aiddir. Ona görə bu variantda getdi. Burada da həmçinin CDR də deməli Corel Draw-a aiddir. Bu da yenə vektor proqramının vektor qrafikasının proqramına aid olan bir fayl genişlənməsidir. İndi isə gəlin növbəti sualımıza baxaq. Burada oldu cavabımız D variantı. Raster'a aid bir deməli fayl genişlənməsi olmuş oldu. Davam edirəm. Deməli, indi isə gələk bu suallarımıza. Deməli, 16 say sistemində verilmiş 25A ədədini onluq say sistemində yazmalıyıq. Yazıram. 16 say sistemində yazılıb 25. Bir dəqiqə.
25 A ədədi yazılıb 16-lıq say sistemində. Gətirirəm bunu onluğa. 0, 1, 2. 2 vurulmuş 16-nın kvadratı plus 5 vurulmuş 16 üstü 1 plus A vurulmuş 16 üstü 0. Burada eləyəcək 16-nın kvadratı eləyəcək 256, 256 2 eləyəcək 512 plus 5 16 eləyəcək 80 plus A da 10-dur. 16 üstü 0 da 1 verir. Bu da eləyəcək 10. Bu eləyəcək 2, 8, 2, 11, yadda 5, bir yadda 6. Eləyəcək 602 ədədi onluq say sistemində Y variantı. Binari cigit nə idi? Bit. Ən kiçik ölçü vahidi hansı idi? Bit. Minimal ölçü vahidi hansı idi? Bit. Deməli, bu halda biz bit götürəcəyik. Bir dənə yadda saxlayaq. Əsas ölçü vahidi dedikdə byte nəzərdə tutulur. Byte. Bölünməz ölçü vahidi, minimal ölçü vahidi, ən kiçik ölçü vahidi, binari digit dedikdə isə bit nəzərdə tutulmuş olur. Daha sonra aha, indi bu sual nümunələrimizə baxaq. Onluq say sistemində verilmiş belə bir ədəddir. 8-ci say sistemində yazılışını müəyyən edin. Deməli, 124 ədədi onluq say sistemində verilib. Bunu gətirməliyəm 8-ci say sisteminə. Bilirdik ki, istənilən əsaslı say sistemlərindən, istər belə deyək də, üzr istəyirəm, onluq say sistemindən istənilən əsaslı say sistemlərinə keçəndə, istər 8-lik olsun, 4-lük, 16-lıq, 2-lik fərq eləməz. Hansı say sistemində keçiriksə, həmin say sisteminin əsasına belə-belə gedirik. Qismətdə say sisteminin əsasından kiçik rəqəm alınana kimi, daha sonra axırdan əvvələ doğru rəqəmlərimizi düzmüş oluruq. Gəlin buna əsasən misalımızı həll edək. Deməli, deməli davam edirəm. 124 ədədini böləcəyik 8-ə. Nə qədər düşəcək? 15 dəfə. Eləyəcək 120, düşəcək burada 4. 15 də böləndə 8-ə, eləyəcək burada nə qədər? 2 dəfə 8 16 eləməz, 1 dəfə 8. Eləyəcək neçə? Burada eləyəcək 7. Axırdan əvvələ doğru da rəqəmlərimiz düzəndə olacaq belə. 174 ədədi 8-lik say sistemində. Cavab eləyəcək 174, yəni B variantı. Roma say sistemində verilmiş bu ədədlərin cəmini həmin say sistemində göstərin. Baxaq. Rum rəqəmi ilə hansı rəqəmlər verilib bizə? Bu deməli 12-dir, bu da 15-dir. Doğru mu? Neçə eləyəcək burada? 27 eləyəcək. 27 ədədi onluq Roma say sistemində necə olacaq? Bu 26-dır. Baxın 20 buradan, 6 da buradan. 27 olacaq bu formada. 20, bu da 7. Cavab olacaq D variantı. Keçirəm növbəti sual nümunəmizə. Deməli, indi isə belə bir yenə qrafiki təsvirə aid sual nümunəsi verilib. N vurulsun 256 nöqtədən ibarətdir. Aha, deməli burada düsturumuz necə idi bizim? M vurulsun N vurulmuş I bit bərabər həcm bu formadaydı, düzdürmü? Burada elə bilin ki, n verilib, m verilməyib. Aha, qrafiki təsvirin həcmi 16 kilobaytdır. H-ımız da verilib. H da bərabərdir 16 kilobayt. Və rəng çaları verilib. Biz də demişdik ki, rəng çaları dedikdə, rəng sayı dedikdə, rəng dedikdə nə nəzərdə tutulurdu? N nəzərdə tutulurdu. M bərabər 256-dırsa, 1 pikselin həcmi nə qədər olacaq? Yazıram, 256 bərabərdir 2 üstü i-yə, harta düsturuna əsasən 2 üstü 8 bərabər 2 üstü i-yə. Bu eləcə necə? I bərabər edəcək 8 bit. Aha. Deməli, i'miz də verildi artıq 8 bit. Bizdən nə istəyir? N'in qiymətini istəyir. Tamam. Buradan n tapacaq. Düsturumuz necə idi? M vur n vur i bit. Bərabər həcm. M verilməyib olduğu kimi yazıram. N neçədir bizdə? 256 vurulmuş i bit neçədir? 8 bit. Bərabər həcmimiz nə qədərdir? 16 kilobayt. Buradan məhsul vurğu tapmaq üçün hasili, yəni həcmi bitə çevirib məlum vurğulara böləcəyik. 16 kilobaytdan bitə gəlmək üçün nə edirəm? 2 üstü 13-ə vururam. Bit bölünmüş 256-nı yazıram 2 üstü 8 kimi. 2 üstü adi 8 də yazıram 2 üstü 3 kimi. Bu bərabər eləyəcək. 16-nı yaza bilərəm 2 üstü 4 kimi. Vurulmuş 2 üstü 13-də olduğu kimi yazıram. Bölünmüş 8 3 eləyəcək 11. Bu da bərabərdir. 4 3 eləyəcək. Hətta toplamağa ehtiyac yoxdur. Bunlar gedəcək, qalacaq burada bir dənə 2 üstü 2. 2 üstü 4 vurulmuş 2 üstü 2 eləyəcək 4 2 6. 2 üstü 6 da eləyəcək 64. Cavabımız eləyəcək B variantı. 0 1 2 3 4 rəqəmlərindən istifadə etməklə rəqəmləri təkrarlanmayan neçə dənə 3 rəqəmlə də düzəltmək olar. Aha. Gəlin bu sualı biraz geniş müzakirə edək. Deməli, bizə belə bir sual nümunəsi verilib. Bu suala aid bir neçə sual da eyni zamanda sizlərlə müzakirə edəcəm. Gəlin indi baxaq. Bir dəqiqə niyə götürmədim? İndi baxırıq bu sual nümunəmizə. Bizə deyir ki, deməli 0
0, 1, 2, 3, 4 rəqəmlərindən istifadə etməklə rəqəmləri təkrarlamayan 3 rəqəmli ədəd düzəltməliyik. Baxın, bizə deyəcək ki, əgər 3 rəqəmli ədəd düzəlt, 3 rəqəmli ədəd yazaq, misal üçün bura yazıram 527 ədəd. 3 rəqəmli ədədin hansı mərtəbələri olur? Təklik mərtəbəsi, onluq mərtəbəsi, yüzlük mərtəbəsi. Baxın, biz də bu 3 mərtəbəyə əsasən bir 3 dənə oyuq çəkmək lazımdır. Bu birinci oyuq olsun, bu 2, bu da 3. Nəyə görə? Deyək ki, bu ilk olsun yüzlük mərtəbəsi, bu olsun onluq mərtəbəsi, burada olsun təklik mərtəbəsi. İndi söz gedən bu ədədlərdən. Görək biz yüzlük mərtəbəsində hansı ədədləri yaza bilərik? Baxın, biz bilirik ki, ədəd sıfırla başlaya bilməz, doğrumu? Yəni, misal üçün deyirəm, 0, 2, 1 deyə bir 3 rəqəmli ədəd olmaz. Bu artıq 21 olur, yəni 2 rəqəmli ədəd olur. Bu məntiqə əsasən mən yüzlük mərtəbəsində 0 yaza bilmirəm. Əlimdə hansı ədədlər qalır? 1, 2, 3, 4. 1, 2, 3, 4. Əlimdə 4 dənə ədəd qalır. Bizə deyir ki, ədədin rəqəmləri təkrarlanmasın. Nə deməkdir? Yəni mən 2, 2, 0, 220 ədədini tapa bilmərəm, yaza bilmərəm. Mənim ala biləcəyim ədəd buradan tutaq ki, deyirəm 427 olmalıdır. Ay 7 burada yox olsun. 423 olmalıdır misal üçün. Yəni ədədin rəqəmləri təkrarlanmamalıdır. Bu şərti də nəzərə alaraq nə edirəm? Mən birinci oyuğa yazdığım rəqəmlərdən hər hansı birini götürürəm. Misal üçün gəlin. Aha. Misal üçün gəlin buradan 2-ni götürək. Əgər mən 2-ni buradan götürmüşəmsə, digər oyuqlara yaza bilmərəm. Bura hansı rəqəmləri yazacağam onda? 0-ı yazacağam, 1-i yazacağam, 3-ü yazacağam, 4-ü yazacağam. Əlimdə 4 dənə variant qalır. Qeyd edeyim ki, 0-ı bura yazmadıq. Ona görə ki, qadağandır, istifadə edə bilmərik yüzlük mərtəbəsində. Amma istifadə etməmişik deyə, yəni ümumiyyətlə 0-ı biz rəqəmlərdən götürməmişik deyə, digər mərtəbəyi yaza bilirik. Ümid edirəm, fikrim aydındır. Buradan isə gəlin elə 0-ı götürək. 2 və 0-ı götürdük deyə artıq son təklik mərtəbəsində bu iki rəqəmin heç birini yaza bilməyəcəyik. Əlimdə hansı ədədlər qalacaq? 2 getdi, 0 getdi. Olacaq 1, 3 və 4. Burada əlimdə 3 dənə variant qalacaq. Buradan da deyək ki, 4-ü götürək. Baxın, 4 dəfə 4, 16, 16 dəfə 3 eləyəcək 48. Deməli, mən bu rəqəmlərdən istifadə edərək 48 dənə rəqəmləri təkrarlanmayan 3 rəqəmli ədəd düzəldə bilirəm. Və bu ədədlərin biri də nümunə olaraq gördüyünüz kimi 204 ədədi oldu. Həqiqətən də ədədin rəqəmləri təkrarlanmadı, həqiqətən də 3 rəqəmli oldu və bizim bütün şərtlərimizi ödəmiş oldu. Deməli, cavabımız olacaq 48, yəni A variantı. Ümid edirəm, fikrim aydındır. Əgər bizə desək ki, təkrarlanmayan yox, misal üçün bu yazını buradan götürsək. Bu rəqəmlərdən istifadə edərək neçədən 3 rəqəmli ədəd düzəltmək olar? Əgər bizə belə deyək, variant desə, o zaman nə edəcək? Baxın, bizə təkrarlanmaz falan demədiyinə görə bütün rəqəmləri bütün oyuqlara rahat şəkildə yaza bilərik. Yəni nə deməkdir? Tutaq ki, deyirəm 2, 2, 2 ədədi yarada bilərik. Çünki deyək ki, təkrarlanmaz şərti yoxdur da burada. Yüzlük mərtəbəsində yenə hansı ədədləri yazacaq? Aydın məsələdir, 0 yazmaq olmaz. Yazacağam 1, 2, 3, 4. Əlimdə 4 dənə variant var. Digər mərtəbələrə bu 5 rəqəmin 5-ini də yaza bilirəm. Misal üçün, buradan gəlin 4-ü götürək. Baxın, bura 1, 2, 3, 4, 0. Hətta 0 hamısını yaza bilirəm. Əlimdə burada 5 dənə variant qalır. Burada da həmçinin. Bax, burada da misal üçün yenə 4-ü götürsəm, bura hansılar qalacaq? Yenə hamısı 1, 2, 3, 4 və 0. Burada da əlimdə 5 dənə variant olacaq. Burada da misal üçün 1-i götürək. Baxın, görürsünüz 3 rəqəmli ədəd yaratdıq. Problem yoxdur, ədədin rəqəmləri təkrarlansın. Əsas oldu, sadəcə olaraq 3 rəqəmli bir ədəd yaratmış olduq. Burada tək şərt o olur ikinci halda. 5 dəfə 5 eləyəcək 25, 4 25 eləyəcək 100. Deməli, bu halda mən cəmi 100 dənə ədəd yaratmış oluram. Ümid edirəm, bunları ayırt eləyə bildik. Bu qədər keçirəm növbəti sualım nəmzə. Deməli, indi isə baxıram bu sualımıza. Aha. Ədədlər hansı qayda ilə emal olunur? 31 ədədindən 5 alıblar. Girişdə ədəd 31 imiş, nəticədə 5 olub. Baxaq variantlara. Ədədin rəqəmləri toplanılır və alınmış ədəd 2 ilə toplanılır. Aha. Deməli, bunu əsasən yazmalıyam belə. 3 plus 1 və plus 2 ədədin rəqəmi toplansın. Plus bu da 2 ilə toplansın. 3 1 eləyəcək. 4 4 2 eləyəcək 6. Deməli, bu emal qaydası aid deyil bu cədvələ. Keçirəm növbətiyə. Ədədin rəqəmlərinin ədədi ortası tapılır. Tamam o zaman. 3 1 eləyəcək 4. 4-ün ədədi ortası neçə eləyəcək? Yəni bu iki rəqəm əsasən. Böləcək 2 eləyəcək 2. Deməli, bu da aid deyil. Yəni biz 31-dən 5 almalıydıq. Keçirəm növbəti suala. Ədədin minimal və maksimal rəqəmlərinin kvadratları cəmi tapılır. Tamam o zaman. Burada minimal ədəd 1-dir, maksimal 3-dür. 1-in kvadratı plus 3-ün kvadratı. Bu eləyəcək 9, bir də buradan eləyəcək 10. Deməli, bu da deyil. Ədədin maksimal rəqəminin kvadratı tapılır. Buna əsasən 31 ədədində 3-ün kvadratı tapılmalıdır. Maksimal ədədi 3-dür axı. 3-ün kvadratı eləyəcək 9. Deməli, bu da deyil. Və ədədin rəqəmlərinin kvadratları toplanılır və alınmış ədəddən 5 çıxılır. Tamam.
Deməli, 3-ün kvadratı plus 1-in kvadratı eləyəcək 10. Bunun da çıxanda 5 eləyəcək 1. Aha, birinci ədədimizi ödədik. Keçək ikinci ədədi yoxlayaq. 27 ədədini də yoxlasaq bunu. Deməli, 2-nin kvadratı plus 7-nin kvadratı. Bu eləyəcək 4 plus 49. Deməli, burada nə alacaq? Biz bundan da 5-i çıxacaq deyir. Ədəddən 5 çıxmalıdır. Deməli, burada eləyəcək ədədimiz 53. 53-dən də çıxanda neçəni çıxmalıydım? 5-i. Eləyəcək 48. Həqiqətən də bax, görürsünüz, bura içində ödənmiş olur. Gəlin sonuncu rəqəm içində yoxlayaq hər ehtimal. Yazıram 81 ədədi üçün. 8-in kvadratı plus 1-in kvadratı. 8-in kvadratı 64 plus 1-in kvadratı 1. Eləyəcək 65. 65-dən də 5 çıxsam, həqiqətən də 60 ədədini almış oluram. Deməli, sözgedən emal qaydası cədvəldəki bütün ədədlər üçün ödənilmiş oldu. Cavabımız olacaq Y variantı. Keçirəm növbəti sualını nəmizə. Davam edək. Deməli, bu iki ikili ədəd toplamamız istənilir. Yazıram. 1, 1, 0, 1, 1. Üzərinə gəlirəm. 1, 0, 0, 1, 1. Gəlin bu ədədlərimizi toplayaq. Baxın, adi gəlin bir dənə onluq ədəd toplayaq əvvəl. Onun məntiqini dərk edək, daha sonra buna qayıdarıq. Bax, yazıram ki, 2, 4 ədədindən toplayıram. Belə edək, 4, 6 ədədin. Adi onluq say sistemində neçə olar deyərsiniz? 4, 6 eləyəcək 11, yadda 4, 2, 6 bir ədədi getdi. Deməli, nəticə 70 eləyəcək, düzdür? Baxın, bu onluq say sistemində gedən bir toplama prosesidir. Necə apardıq buradan bu prosesi? Bax, 4 ilə 6 eləyir 10-da, düzdür? Biz də bilirdik ki, heç bir say sistemində həmin say sistemin əsası olmur. Yəni, onluq say sisteminin rəqəmləri 0-dan 9-a qədər olacaq. 10 artıq, bax, bu 9 rəqəmdən düzəlmiş olur. Yəni, 1, 0, 1, 1 o formada 10, 11, 12 rəqəmlər düzəlir. Yəni, onluq say sisteminin özündə 10 yoxdur. Neyinirəm? Yazıram. 10 çıxılmış bir dənə 10. Nə qalır? 0. 0 yazıram, bu bir yadda qalır. 4, 2, 6, bir də buradan eləyəcək 7. 7-ni də atıram əvvəli. Çünki artıq belə deyək, sözgedən rəqəm say sisteminin içərisində varsa, olduğu kimi yaza bilirik. Ümid edirəm, bunun məntiqi aydındır. Bax, bu məntiqlə gəlin ikili say sistemindəki həmin bu ədədləri cəmləyək. Burada söhbət 2-dən gedir. Bayaq 10-dan bir dənə 10 çıxdıq. Çünki onluq say sistemi tərkibində 10 yox idi. İndi isə baxın, 1 ilə 1 eləyəcək 2. 2-dən mən bir dənə 2 çıxacam. Nə qalacaq? 0 yazacam, 1 yadda. 1, 1 eləyəcək 2, bir də buradan eləyəcək 3. 3-dən çıxaram bir dənə 2, nə qalacaq? 1. 1 yazacam, 1 yadda. 0, 0 eləyəcək 0, bir də buradan eləyəcək 1. 1 ilə 0 eləyəcək cəmi 1 və 1 ilə 1 eləyir yenə 2. 2-dən 1 ilə 2 çıxıram, 0 yazıram. 1 yadda, biri də atıram əvvəlinə. Nəticə bu formada ekrana çıxmış olacaq. 1, 0, 1, 1, 1, 0. Bircə dəqiqə. Deməli, burada üzr istəyirəm. Deməli, rəqəmin birini mən əskiyə yazmışam. Burada ortada bir dənə də 0 olmalıdır. Ona görə hesablama fərqli olacaq. Gəlin yenidən hesablayım. Deməli, rəqəmimiz neçədir? 1, 1, 0, 0, 1, 1. Birinci rəqəmimiz bu formadadır. İkinci rəqəmimiz 1, 1, 2 dənə 0. Deməli, 0, 0. Əvvəlində bir dənə 1 var. İkinci rəqəmimiz bu formadadır. Gəlin, indi yenidən hesablayaq. Baxın. 1, 1 eləyəcək yenə 2. 2-dən çıxıram bir dənə 2-ni, qalır 0. 0 yazıram, bu 1 yadımdadır. 1, 1 eləyəcək 2, bir də buradan eləyəcək 3. 3-dən çıxıram bir dənə 2-ni, nə qalacaq? 1 qalacaq. 1 yazacam, 1 yadımdadır. 0 ilə 0 cəmi eləyəcək 0, 1 yadımdadır yazacam 1, 0 eləyəcək olduğu kimi qalacaq, 1, 1 eləyəcək 2. 2-dən bir dənə 2 çıxacam, 0 yazacam, 1 yadda. Deməli, 0 yazıram 1 yadda, 1 ilə 1 burada da bir də yadımdadır da 2 eləyəcək. Yenə yazacam 0 yazacam 1 yadda, 1 də atacam əvvəlinə. Deməli, 1, 3 dənə 0, 1, 1, 0 alınacaq. Cavabımız olacaq B variantı. Bayaq sadəcə rəqəmin birini az yazmışdım, ona görə düzgün nəticəni əldə edə bilmədik. Burada cavab oldu B variantı. Ümid edirəm bu da aydındır. Keçirəm indi növbəti sual nömrəmizə. Deməli, 125 simvollu əlifba vasitəsilə kodlaşdırılmış mətnin informasiya həcmi bu qədərdir. Və bu mətndə 1024 səhifə, 32 sətr var. Hər sətirdə orta hesabla neçə dənə simvol olduğunu müəyyənləşdirin. Deməli, bu məsələ nəyə aiddir? Mətn informasiyamızın kodlaşdırılmasına aiddir. Biz də bilirdik ki, mətn informasiyamızın kodlaşdırmaq üçün nələrdən istifadə edirdik? Misal üçün, bir dənə kitab götürək. Bu kitabı yaddaşda saxlamaq istəyirik. Bax, bu kitabın yaddaşda nə qədər yer tutduğunu müəyyənləşdirmək üçün kitabda olan səhifələrin sayını, vuracam sətirlərin sayına, vuracam simvolların sayına və onu da vuracam i-bitə. Yəni, bircə dənə simvolun həcminə, bir simvolun yaddaşda tutduğu yerə. Onu da ümumi həcmə bərabər eləmiş olacam. Bizdə burada hansı məlumatlar verilir? 125 simvollu əlifba olduğu. Baxın, simvollu əlifba deyəndə nə nəzərdə tuturuq? Böyük E nəzərdə tuturuq. Doğru mu? İndi burada
Bir də bizim Hartle düsturumuz var. Əlifbanın gücü, əlifbanın qüvvəti, simvollu əlifba dedikdə bax bu en nəzərdə tutulur. Biz bu endən n bərabər 2 üstü i düsturuna əsasən i'ni tapıb daha sonra burada düstura əlavə eləməliyik. Ümid edirəm fikrim aydındır. Bu da bizim standartdan kənar əlifbalarımıza aid olan bir əlifbadır. Nəyə görə? Çünki bizim standart əlifbalarımız hansılar idi? ASCII-lər idi, bir də Unicode idi. Unicode. Bunlardan başqa olan əlifbalar standartdan kənar əlifbaları idi. Standartdan kənar əlifbaların da iki halı var idi. Birinci hal o idi ki, misal üçün 2-nin qüvvəti olan hallar. Deyirsə ki, misal üçün 64 simvollu əlifbada bir simvol neçə bit yer tutur? N bərabər 64 idi. Buradan i bərabər 6 bit götürürdük. Baxın bu düstura əsasən. Amma bəzilər olurdu ki, 2-nin qüvvəti olmurdu. Misal üçün, deyəndə ki, 25 simvollu əlifba yaddaşda nə qədər yer tutur? Biz 25-i 2-nin qüvvətlərinin arasına alırdıq və böyük qüvvəti götürürdük. Yəni bu 2 üstü 4 ilə 2 üstü 5-in arasında olacaqdı və burada 5 bit yaddaşda yer tutacaq idim. Bax, buna əsasən bizim bu 125 simvollu əlifbamız da standartdan kənar olan əlifbaların ikinci halına aiddir. Mən yəni 125 simvollu əlifbada bir simvolun həcmini tapmaq üçün nə etməliyəm? 125 ədədini 2-nin qüvvətlərinin arasına almalıyam. Yazıram 125 harda yerləşir? Deməli 2 üstü 6 ilə, yəni 64 ilə 2 üstü 7-nin arasında, yəni 128-in arasında yerləşir. Deməli 125 simvollu əlifbada i bit nə qədərdir? I bit 7 bitdir. Böyük olan qüvvəti götürürük. Deməli i'miz verildi 7 bit. Həcmimiz verilib 7 megabayt. Səhifəmiz verilib 1024 səhifə, yəni 2 üstü 10 qədər səhifə. Sətrimiz verilib 32 sətr, yəni 2 üstü 5 sayda sətr və hər sətirdə orta hesabla neçə simvol olduğunu müəyyənləşdirməliyik. Yəni simvolların sayı verilməyib. Bayaq yazdığımız düstura əsasən məhsul vurğu tapmaq üçün həcmi digər məlum vurğuların hasilinə böləcəyik. Yəni simvolların sayını tapmaq üçün həcmi, yəni 7 megabaytı, burada da i bitlə olduğuna görə 7 megabaytı bitə gətirməliyəm. Vuracam 2 üstü 23-ə, 7 megabayt vurulmuş, 7 vurulmuş 2 üstü 23 biti, daha doğrusu. Böləcəm 7 bitə, vurulmuş 2 üstü 10 sayda səhifəyə, vurulmuş 2 üstü 5 sayda sətrə. İndi buradan davam edirəm. 7-lər buradan elə ixtisar gedər. Bitlər də buradan gedəcək. Nə qalacaq? 2 üstü 23 bölünmüş 2 üstü 15. Ümid edirəm, fikrim aydındır. Baxın, əsaslar eynidirsə, məxrəcdə üstlər toplanacaq və əsaslar eynidirsə, bölmə zamanı üstlər çıxılacaq. Yəni 23-dən çıxacaq 15 eləyəcək, deməli 2 üstü 8. Bu da eləyəcək 256. Cavab eləyəcək 256 dənə simvol. Bu qədər. İndi keçirəm növbəti sual nümunəmizə. Onluq say sistemində verilmiş bu ədədi 8-ci say sisteminə keçirən zaman hansı rəqəmlə başlayır? Gəlin baxaq. Bax, 32 üstü 4 ədədi verilib onluq say sistemində. Bunu keçirməliyəm 8-li say sisteminə. Bu tip misalların həlli qaydası necə idi? Baxın, gəlin onu detallı şəkildə sizə izah edeyim. Misal üçün, gəlin belə bir səhifə açaq. İndi gəlin belə bir səhifədə biz yazmağa başlayaq. Bizə nə deyir bayaq? Deyir ki, 32 üstü 4 ədədi onluq say sisteminə 8-ci say sisteminə gətirməli. Bunun rahat variantları necə idi? Misal üçün, bizə 2-nin qüvvəti verilirdi, 2 üstü 6 verilirdi. Deyirdi, onluq say sisteminə bunu 8-liyə gətir. Biz nə edirdik? Yadda saxlayırdıq ki, belə qüvvət misallarını 8-liyə gətirəndə nəyə ayırırdıq oradan? 2 üstü 3-ə. Çünki, belə deyək, 16-lığa gətirəndə 2 üstü 4-dür. Misal üçün, 4-lü say sisteminə gətirsək, 2 üstü 2-ni ayırırdıq. Doğru mu? İndi baxın, buna əsasən, bax, buradan mən 2 üstü 6 ədədini 2 üstü 3 kimi necə yaza bilərəm? 2 üstü 3-ün üstü 2 kimi yaza bilərəmmi? Hə. Burada bir əmsal qalmır. Əmsal qalmırsa, onun yerinə, yəni əmsalın yerinə yazıram 1 və yanında qüvvətin rəqəmlərinin sayı qədər 0 artırıram. Yəni qüvvətin sayı qədər də belə götürək. Burada qüvvət 2-dir, deməli 1-in yanına 2 dənə 0 artırıram. Həqiqətən gəlin sübut etsək, bax bu 8-li say sistemində aldıq, düzdürmü? 2 üstü 6-da balaca rəqəmində neçə eləyəcək? 64 eləyəcək. Bax yazıram 0, 1, 2. Həqiqətən də 1 vurulmuş 8-in kvadratı həqiqətən də 64 rəqəmini alıram. Ümid edirəm bu kanonik yazılışın nəyə görə belə olduğunu başa düşün. Bu ikinin qüvvətləri olan halı idi. Bir də bəzən bizim əmsalımız olur. İndi görüm yazdığımda olacaq mı əmsal? Tutaq ki, burada 17 yazsa, belə yazaq da, bu ədədi mən 8-li say sisteminə gətirsəm, nə edirəm? Baxın, buradan yenə 2 üstü 3-ü ayırıram. 17-ni 2 üstü 3 kimi necə yaza bilərəm? 2 üstü 3-ün üstü 5, 6 dəfə 18 edir də 5 dəfə yaza bilərəm. 15 vurulmuş 2 üstü 2 kimi yaza bilərəmmi? 15 buradan, 2 də buradan 17 eləyəcək. Bax, bu halda əmsal olacaq 4, yəni 2-nin kvadratı. Yanında da 5 dənə 0, 1, 2, 3, 4, 5 dənə 0. Nəticəmiz bu formada ekrana çıxmış olacaq. Bax, bu oldu 2-nin qüvvətləri olan hal. Bəzən də belə verir bizə ifadəni. 32 üstü 4 kimi verir. Biz yenə bunu 2-nin qüvvətlərinə gətirməliyik. 32-ni necə yaza bilərəm? 2 üstü 5 kimi. Bu ifadəni 2 üstü 5 üstü 4 kimi yaza bilərəmmi?
Neçə olacaq burada? 2 üstü 5 dəfə 4 eləyəcək 20. Deməli 2 üstü 20 ədədini onluq say sistemindən gətirməliyəm 8-lik say sisteminə. Necə alınacaq burada cavab? Deməli, buradan yenə mən 2 üstü 3-ə ayırmalıyam. 2 üstü 20-ni 2 üstü 3 kimi necə yazaram? 3 dəfə 6 18, 7 21 eləyəcək. Okey, 6 dəfə. 3 dəfə 6 eləyəcək 18, vurulmuş 2 üstü 2 kimi yaza bilərəmmi? Və 3 dəfə 6 eləyəcək 2 üstü 18, vurulmuş 2 üstü 2, həqiqətən də görsəz 220-ni verir. Deməli, düz yazdıq. Deməli, burada əmsal neçə eləyəcək? 2-nin kvadratı, yəni 4, yanında nə qədər 0? 1, 2, 3, 4, 5, 6 dənə 0 alınmış olacaq. Bizə deyir, söz gedən rəqəm hansı ədədlə başlayar? 4 ədədindən başlayacaq. Bu 8-lik say sistemində olan bu rəqəmin ilk ədədin ilk rəqəmi olacaq 4. Cavab olacaq, deməli, hansı variant buna əsasən? Cavab olacaq 4, yəni C variantı. Davam edirəm. Burada olacaq C variantı. İndi keçirəm növbəti sualımıza. Deməli, İndi isə belə bir ədəd misal verilib bizə. Deyir ki, 257 səhifəli sənədin sonuncu səhifəsində 2 ədəd 10 kilobaytlıq şəkil var. Aha. Qalan səhifələrin hər birində 16 sətr və 64 simvol var. Sənədin ümumi həcmini kilobaytla hesablayın. Baxın, 257 dənə səhifəmiz var ümumi. Bir dənə kitab götürək. Bunun ümumi bu səhifə, bu səhifə, bu səhifə və s. 257 dənə səhifəsi var. Deyir ki, sonuncu səhifəsində. Sonuncu səhifə özü bir səhifə demək. Düzdürmü? Yəni bu istər sonuncu səhifə olsun, istər birinci səhifə olsun, istər 250-ci səhifə olsun. Nə fərq var? Bir səhifədən söhbət gedir də. Bu 257 səhifəli sənədin bir səhifəsində qrafika varsa, yerdə qalan neçə səhifəsində mətn olacaq? Bax, bir səhifəsində qrafik varsa, yerdə qalan 256 səhifəsində mətn informasiyası olacaq. Ümid edirəm, fikrim aydındır. Baxın, indi bizə deyir ki, söz gedən o bir səhifədə 10 kilobaytlıq, 2 dənə 10 kilobaytlıq şəkil var hətta. Baxın, bir səhifədə əgər belə deyim sizə. Aha. İndi deyirik ki, 257 səhifənin bir səhifəsində qrafika varsa, 256 səhifəsində mətn olacaq. Və əgər bir səhifəsində 2 ədəd 10 kilobaytlıq şəkil var. Baxın, biri 10 kilobaytdırsa, ikisi neçə kilobayt eləyəcək? 20 kilobayt, düzdür? Deməli, mənim kitabımda 20 kilobaytlıq deməli, qrafiki təsir var. İndi gəlin mətn informasiyasının burada həcmini tapaq. Baxın, bizə neçə dənə səhifə qaldı mətnə? 256 səhifə qaldı, 16 sətr qaldı və 64 dənə simvol qaldı. Məsələdə əgər heç nə verilməyibsə, biz bunu ASCII götürürük. Buna əsasən həcmimiz nə qədər eləyəcək? 2 üstü 8 vurulmuş 2 üstü 4 vurulmuş 2 üstü 6, ASCII-yə görə də 1 bayt. Burada eləyəcək necə? 2 üstü 18 bayt. Bunu da bölsəm əgər 2 üstü 10-a kilobayta çevirmək istəsək, baxın bizdən həcmi kilobaytla istəyir. Kilobayta çevirsək, eləyəcək küstü, deməli 8 kilobayt. Küstü 8-ə 256-nı verir. Bunun üzərinə də 20 kilobayt gələndə eləyəcək 6, 5, 2, 7, 2. Eləyəcək 276 kilobayt, yəni C variantı alınmış olacaq. Davam edirəm növbəti sual nümunəsindən. Bizə belə bir sual verilir. Uyğunluğu müəyyən tamam o zaman. Deməli, demişdik, raster qrafikasının proqramlarını nəyinə yadda saxlayırıq? Image sözündən, foto sözündən, bir də deməli, image, foto, bir də nə demişdim? Demişdik, image, foto, bir də paint sözlərindən yadda saxlayırdıq qrafik informasiya, raster qrafikasının proqramlarını. Buna əsasən uyğunluğumuzu müəyyənləşdirsək, deməli, raster hansı aid olacaq burada? Yazaraq elə 1, 2. Grafiki, vektor qrafikasına aid olacaq InSpace və Corel Draw olacaq BD. Raster'a aid olacaq Corel Painter və GIMP proqramı AC. BD və AC cavabımız olacaq deməli A variantı. Keçirəm növbəti sual nümunəmizə. Buradan sonra gəlir bu hissə. Aha. Deməli, burada informasiyamızın xassələrini istəyir. Kəsilən bu düzgün deyil. Kəsilən, kəsilməz informasiya formalarına aiddir. Bu da kəsilən rəqəmsal informasiyadır. Diskretlik alqoritmin xassəsidir. Subyektivlik deyə bir xassə yoxdur. Bunun əksi var, obyektivlik xassəsi. Daha sonra nəticəlilik, bu da yeni alqoritmin xassəsidir. Bəli, doğru cavab olacaq tamlıq, obyektivlik və etibarlılıq xassələri. Bunlardan başqa hansılar var idi? Adekvatlıq var idi, aktuallıq var idi, faydalılıq var idi, qiymətlilik var idi, dəqiqlik var idi və s. Hamısı olub informasiyamızın xassələri. İndi davam edirəm bu sual nümunəmizə. Bizə nə deyir burada?
18 fərqli işarədən istifadə etməklə 2048 simvoldan ibarət mətn hazırlanır. Tamam, o zaman bu mətnin informasiyasının ən kiçik əlifba standartı ilə kodlaşdırılarsa, yaddaşda neçə bayt yer tutur? Aha, baxın, 18 fərqli işarədən istifadə edilib. Yəni 18 fərqli hərfdən və ya rəqəmdən istifadə edilib. Hər hansı bir işarələrdən istifadə edilərək 2048 simvoldan ibarət mətn hazırlanır. Yaddaşda nə qədər yer tutacaq? Baxın, 18 fərqli əlifba, 18 fərqli işarə yaddaşda nə qədər yer tutur? Bax, 18 fərqli hərfin, işarənin bircə dənə simvol yaddaşda nə qədər yer tutar? Standartdan kənar əlifbada və 18 yazıram 2-nin qüvvətlərinin arasında. 2 üstü deməli neçənin arasında yerləşəcək? 2 üstü 4 ilə 2 üstü 5-in arasında yerləşir də 16 ilə 32-nin. Deməli burada 5 bit yer tutacaq. Bircə dənə bax bu 18 fərqli işarənin bircə dənə işarəsi yaddaşda 5 bit yer tutacaq. Bir işarə 5 bitdirsə və sözgedən simvol nə qədərdir? 2048 simvol. Bu durumda nə qədər yer tutacaq? Bax 5 biti vuracam simvol sayına. Yəni 2048-ə buradan həcm əldə edəcəm. Həcmi də baytla istədiyinə görə çevirəcəm bayta. Bitdən də bayta keçmək üçün 2 üstə 3-ə bölmək lazımdır. Buna əsasən 5 vurulmuş 2048 yazaram 2 üstə 11 kimi. Böləcəm 2 üstə 3-ə. Bunlar ixtisar gedəcək. 5 vurulmuş 2 üstü 8 alınacaq. Bu eləyəcək 256 vurulmuş 5. 5 dəfə 6 33 yadda, 5 dəfə 5 23, 3 28, 2 yadda, 2 dəfə 5 10, 2 yadda 12. Eləyəcək 1280. Cavab eləyəcək Y variantı. Keçirəm növbəti sualın nəmzə. İndi bizə belə bir sual verir. 24 səhifəli mətn hər səhifəsində 32 dənə və hər sətirdə orta hesabı 64 simvol var. Okay? Həcmini istəyir bizdən. Deməli, həcm nəyə bərabər olacaq? 24 səhifə vurulmuş 32, yəni 2 üstü 5 sayda sətir, 2 üstü 6 sayda simvol və məsələdə heç nə yoxdursa ASCII ilə götürülür. Yəni vuracam 1 bayta. Buradan da bunu kilobayta çevirmək üçün nə edəcəm? 24-ü necə yaza bilərəm 2-nin qüvvəti kimi? Deməli, 3 dəfə 8 kimi yaza bilərəm də. 3 vurulmuş 8 də yazaram 2 üstü 3 kimi. Bax 24 nəyə bərabərdir? 3 vurulmuş 8-ə bərabərdir də. 8 də yazaram 2 üstü 3 kimi. Vurulmuş 2 üstü 5, vurulmuş 2 üstü 6. Bunu da baytdan kilobayta keçirmək üçün 2 üstü 10-a bölməliyəm. Nəticə olacaq 3 vurulmuş 2 üstü 3. Deməli 6, 5, 11. 3, 1, 14. Eləcək 2 üstü 14. Bölünmüş 2 üstü 10. Bunlar gedəcək, qalacaq 2 üstü 4, vurulmuş 3. 2 üstü 4 eləcək 16, 16 da 3 eləcək 48 kilobayt. Cavabımız eləcək 48 kilobayt. Ümid edirəm, aydındır bu da. Deməli, nə elədim? Baxın, sətri simvolu səhifəyə vurdum. Heç nə yoxdursa, məsələdə dedik ki, ASCII götürürük. ASCII-də götürürük. Daha sonra baytdan kilobayta çevirmək üçün 2 üstü 10-u da bölməliyik. 24 də parçalayıram 3 vurulmuş 8 kimi ki, kalkulatora çox ehtiyacım olmasın da 2-nin qüvvətlərindən gedəndə daha rahat nəticəni əldə edə bilirəm. Davam edirəm növbəti sual nömrəmizlə. Deməli, bizə deyir ki, belə bir ikili ədəddir. Birlərin sayı onun 8-lik yazılışındakı birlərin sayından neçə dəfə çoxdur? Ədədindəki birlərin sayı 8-lik yazılışındakı birlərin sayından. Deməli, yazıram 1, 1, neçə dənə 0 var? 3 dənə 0 və 1, 0, 0, 1 ədədi ikilik say sistemindədir. Bunu gəlin 8-liyə çevirək. Burada birlərin sayı nə qədərdir? 1, 2, 3, 4 dənə. Burada 4 dənə 1 var. 8-liyə çevirsəm nə edirəm? 3 ayırıram. Deməli, 4, 2, 1 qaydasına əsasən. Burada olacaq 1, yenə 4, 2, 1. Burada da olacaq 1, 4, 2, 1. Burada olacaq 4, 2, 6. Bu ədəd 8-li say sistemində 6, 1, 1 ədədi alınmış olacaq. Deməli, burada 2 dənə 1 var. Burada da 4 dənə 1 var. Nə qədər çoxdur? 2 dəfə çoxdur. Cavab olacaq 2 dəfə. Daha sonra 237 biti gigabayta çevirməliyim. Bitdən gigabayta gəlmək üçün nə edirəm? Baxın, ardıcılığımız necə idi? Bit, sonra bayt, sonra kilobayt, sonra megabayt, sonra isə gigabayt, bundan sonra da terabayt gəlirdi. Burada bir dənə 2 üstü 3 var idi. Yerdə qalan hamısında 2 üstü 10, 2 üstü 10, 2 üstü 10. Buna əsasən gigabaytdan bitə gəlmək üçün nə edirəm? Böyükdən kiçiyə gəlirəmsə vururam. 10, 20, 30, 2 üstü 30. Bitdən gigabayta gəlirəm. Üzr istəyirəm. Kiçikdən böyük gələcəmsə böləcəm. Deməli 10, 20, 30, 2 üstü 33-ə bölməliyəm. 2 üstü 37-ni də böləndə 2 üstü 33-ə eləyəcək 2 üstü 4, yəni 16 gigabayt. Daha sonra keçək növbəti sual nümunəsinə. Deməli, deyir ki, avtomatik qurğu Unicode kodlaşdırmasında olan məlumatı 16 simvolya çevirmiş və sonra məlumatın yarısını silmişdir. Aha, baxın, Unicode standartında informasiyanın tutumu nə qədərdir? Unicode-da bir simvolun həcmi. Deməli, 16 bitdir, düzdürmü? Və 16 simvolda həcm nə qədərdir? 16 simvollu əlifbada isə 4 bitdir bir simvol, doğrumu? İndi deyir ki, məlumat Unicode-dan ASCII-dir. Özü Unicode-dan 16 simvolya gəlir. Biz də bilirdik ki, bizim həcmimiz belə deyil, düsturumuz necə idi? Simvol sayı vurulmuş i bit bərabərdir həcm. Bax, burada verilən məlumatlar isə n-ə aiddir. Düzdür, n Unicode-dur, n 16-dır. Biz oradan i-ni tapdıq ki,
Unicode 16 bitdi, 16 simvolda isə 4 bitdi. Yəni n bərabər 2 üstü i düsturunda bizim bu həcmimizə təsir edən n deyil. Həcmimizə təsir edən düsturun daxilindəki olan i bitdir. Yəni mən buradan i biti tapıb ona uyğun həcmin artıb azalmasını tapmalıyam. Deməli bax, həcm əvvəl elə bilin ki 16 bitdən hesablanıb burada düstur. Həcmi əvvəl ilə alıblar, sonra 4 bitdən hesablayıblar. Deməli həcm nə qədər az olacaq? 4 dəfə az olacaq, düzdürmü? Bax, əvvəl h idi, əvvəl həcmi bilmirdim. İndi buna əsasən öyrəndim ki, h bölünmüş 4 olub. Doğrumu? Bax, əvvəl 16 bitdən hesablanıb, sonra 4 bitə gəlibsə, deməli 4 dəfə azalıb. 16 bölün h bölünmüş 4 oldu. İndi davam edirəm. Deyir ki, məlumatın yarısı da silinib. Yəni, bax, təzədən buradan 4 dəfə azalıb, plus yarısı da silinibsə, deməli o yarı da məxrəcdə yazılmalıdır da, 2 dəfə azalıb deməli. Və bundan sonra həcm 20 bayt olub. Bərabər 20 bayt alıb. Bax, bu proseslər gedəndən sonra. Burada h nəyə bərabər olacaq? 4 vurulmuş 2 vurulmuş 20. Burada eləyəcək 4 dəfə 2, 8, 2 dəfə 8, 16. H eləyəcək 160 bayt. Ümid edirəm, fikrim aydındır. Burada da h oldu 160 bayt. Cavabımız olmayacaq. Hə, burada cavab yoxdur. 160 bayt. Keçirəm növbəti sual nömrəmizə. Aha, RGB, CMYK monoxrom. Bayaq dediyim hissələr burada keçərlidir. Baxın, RGB-də 3 baytdır dedik və ya 24 bitdir. 1-ə yazacağıq C variantı və D variantı. 2-yə baxırıq. CMYK-də 32 bit və ya 4 baytdır, yəni A variantı. Monoxromda isə bəli 1 bit. Cavab olacaq. 3-də də B variantı. 1C-də 2A, 3B. Nəticəmiz bu formada alınmış olacaq. Keçirəm növbəti sual nömrəmizə. İndi 88-90 sayılı tapşırıqların təqdim olunmuş səsiya vərəqində qeyd edin. Aha. Gəlin baxaq. Bax, burada da bizə qüvvətə aid olan say sistemlərinə aid bir rəqəm verilib. Onluq say sistemində belə bir ədədlər verilib. 16-lıq say sistemindəki yazılışında neçə dənə bir rəqəm var? Gəlin bütün ədədləri 16-lıq say sistemində keçirək əvvəlcə. Deməli, hətta elə burada da yaza bilərik. Baxın, birinci 64-ün kvadrat ədədi verilib. Onluq say sistemində. Bunun altına necə keçirik? Hərəsini ayrı-ayrı hesablamaq lazımdır da. Bax, bunu yaza bilərəm 2 üstə 6-nın kvadratı kimi. Doğrumu? Necə eləyəcək? 2 üstə 2 dəfə 6 eləyəcək 12. Deməli, bu ədəd 2 üstə 12-yə bərabərdir. Onluq say sistemindən bunu mən əgər 16-lığa gətirirəmsə, nə edəcəm? 2 üstə 4-ü ayıracam. 12-ni 2 üstə 4 kimi necə yazıram? 2 üstə 4-ün üstü 3 kimi yaza bilərəm də. 2 üstə 4-ün üstü 3 12-ni verəcək. Burada eləyəcək bir yanında 1, 2, 3 dənə 0. Qüvvətin sayı qədər sıfırlar olacaq. Və gəlirəm 16 üstü 4 ədəd deyəsən o da. Bir dənə mən ona PDF-də baxım, dəqiq görüm 16 üstü 4-dümü. Bir dəqiqə, deməli 88-ci sualda. Aha, bəli, 16 üstü 4-dür. 16 üstü 4 ədədini indi gətirsəm onluqdan mən əgər 16-lığa nə edirəm? Əvvəlcə 16 üstü 4 ədədi 2-nin qüvvətinə gələcək. 16-nı 2 üstü 4 kimi yaza bilirəm. Bu üstdəki 4-ü də burada yazacağam. Necə eləyəcək? 2 üstü 4 dəfə 4 eləyəcək 16. 2 üstü 16 ədədindən mən 2 üstü 4-ü necə ayıracam? 2 üstü 4-ün üstü 4 kimi yaza bilərəmmi? Yazarım. Necə eləyəcək? Əmsal 1-də yanında 1, 2, 3, 4 dənə 0 olacaq. Cavabımız olacaq bu formada. Keçirəm növbəti sualımdan isə 47. İndi 47 ədədini onluqdan 16-lığa gətirməliyəm və yazıram buradan. 47 ədədini mən onluqdan 16-lığa necə gətirirəm? 16-ya bölə-bölə getməliyəm. Yazıram. 47 ədədini mən əgər 16-ya bölsəm, nəticə 47-ni 16-ya bölsəm 3 16 eləyəcək 48. 7-dən 8, 3 2 dəfə düşəcək. 2 16 eləyəcək 32. 7-dən 2 eləyəcək 5, 4-dən 3 eləyəcək 1. Eləyəcək 15. 2 15 ədədini almış olacaq. 15 16 say sistemində F-ə bərabərdir, düzdürmü? Cavab o zaman necə olacaq? 2F formasında ekrana çıxmış olacaq. İndi bu ədədləri toplamalıyım. Yazıram. Bir yanında 1, 2, 3, 4 dənə 0, plus bir yanında 3 dənə 0, plus deməli 2F. Bu formada nəticə alınmış olacaq. Bir dənə tam dəqiq buna baxın, bir dəqiqə. Bu qaranlıq qalmasın. Deməli, baxın, 47 ədədini mən çevirdim 16-lıq say sisteminə. 3, 16-ın 48 eləyir, 2, 16 eləyəcək 32. 7-dən 2 qalacaq 5, 4-dən 3 eləyəcək 1. Bəli, 2F eləyəcək. Burada eləyəcək F, burada eləyəcək 2, 0, 1, 1. Aha, nəticə 11, 0 bu formada da, yəni 0, 2, F 16-lıq say sistemində alınmış olacaq. İndi bizə nə deyir? Yazılışda neçə dənə bir rəqəm var? 2 dənə bir rəqəm var. Cavab olacaq burada 2. Keçirəm növbəti sual nömrəmizə. 3.5 GB-lıq boş olan flash yaddaşdan 2 ədəd GB boş olan flash yaddaşdan 2 ədəd 256 MB-lıq məlumat silinir. Aha. Sonra 1.5 GB-lıq məlumat əlavə edildi. Ümumi həcmi 8 GB olan flash yaddaşda bu dəyişikliklərdən sonra nə qədər boş yer qaldı? Aha, indi gəlin baxaq. Deməli, burada bizə nə deyir? Ümumi həcm nə qədərdir? Bizə 8 GB-dır. Düzdür? Baxın, ümumi bizim belə deyək, flash yaddaşımızın həcmi 8 GB-dır. Burada 3.5 GB boşdur. Bax, bunun əgər 3.5 GB boşdursa, məsələn, bax, bu hissəsi boşdursa, bunun dolu olan hissəsi nə qədər olacaq?
8-dən çıxmalıyam 3/5-i. Yerdə qalan hissəsi deməli dolu olacaq, düzdürmü? Buna əsasən deməli, baxın bu belə deyək də dolu olan hissə, bu hissə olacaq 4,5 GB. Doğrumu? İndi bizə nə deyir? Bax deyir ki, bu sözügedən 4,5 GB-dan 4,5 GB-dan silinib nə qədər? 2 ədəd 256 megabaytlıq məlumat. Baxın, bir ədəd 256 megabayt olacaq nə qədər gigabayt? Bax 256 da belə yazaq da. 2 ədəd 256 silinəcək. Deməli 256-nı vuracam 2, eləcək 512 megabayt. Doğrumu? Megabayt da gigabayta çevirmək üçün 2 sona bölməliyəm. Burada nə qədər qalacaq? Qalacaq 0,5 gigabayt. Deməli, 4,5 gigabaytdan silinib 0,5 gigabayt. Burada yerdə nə qədər qalıb? Yerdə qalıb 4 gigabayt. Doğrumu? İndi deyir ki, bax bu 4 gigabayt dolu məlumatdır. Plus bunun üzərinə də 1,5 gigabaytlıq məlumat əlavə olunur. Bunun üzərinə 1,5 gigabaytlıq məlumat əlavə edilir. Nə qədər qalacaq? 5,5 gigabaytlıq dolu hissəmiz qalacaq. Düzdürmü? İndi bizə nə deyir? Ümumi əgər 8 GB-dırsa, burada boş yer nə qədər qalır? 5,5 GB doludursa, 8-dən çıxacam 5,5 GB-ı, nəticə qalacaq 2,5 GB. Bizim dolu hissəmiz, özündən boş hissəmiz qalmış olacaq. Cavab olacaq 2,5 GB. Keçirəm növbəti suala. Baxın, gəlin yenidən üzərindən keçim. Deməli, ümumi 8 GB-dır. Bunun əgər 3,5 boşdursa, yerdə nə qədər dolu hissə qalır? 4,5 GB. Bax, deyir ki, 4,5-dən təzədən 2 ədəd 256 megabayt məlumat silindi. Yəni 0,5 GB-lıq məlumat buradan silinib. Boşdan silinə bilməz ki, doludan silinir də. Deməli, burada qalıb 4 GB-lıq məlumat. Təzədən üzərinə də 1,5 GB əlavə eləyiblər. Ümumi nə qədər eləyib? 5,5 GB dolu. Dolu. Ümumi 8 GB-dır. 5,5 GB doludursa, yerdə nə qədər boş qalacaq? 2,5 GB boş qalacaq. Keçirəm növbəti sualın nəmizə. Raster qrafik təsvirin çevrilməsində bir neçə əməliyyat yerinə icra edilir. Aha, deməli, baxın, indi gəlin qrafik təsvirin həcminin tapılmasını yadımıza salaq. Necə idi düsturumuz? M vurulmuş N vurulmuş I bit. Görə indi həcm necə dəyişilir burada? Deyir ki, baxın, burada nəzərə alın ki, bunların hamısı həcmlə düz mütənasib asılıdır. Yəni, M artsa həcm artacaq, N azalsa həcm azalacaq və ya I bit artsa həcm artacaq. Yəni, hamısı düz mütənasib asılıdır. Buna əsasən, deyir ki, üfüqi nöqtələrin sayı 3 dəfə artırılır. Aha, əvvəl H idi və gəlin belə yazaq. Sonra necə olub? Üfüqi nöqtənin sayı 3 dəfə artırılıb. Deməli, H-la düz mütənasib asılırsa, deməli H da 3 dəfə artıb. Və şaquli nöqtə 4 dəfə azaldılıb. Bölünmüş, deməli bu 4 dəfə azalılıbsa məxrəcdə yazacağam da, həcm də azalır axı halda. Və rəng palitrası RGB-dən 256 rəngə dəyişdirilib. Baxın, RGB-də i neçə bitdir? 24 bit. Doğrumu? 256 rəng palitrada isə i neçə eləyəcək? 8 bit. Əgər 24 bitdən 8 bitə gəlibsə, məlumat necə dəyişəcək? Deməli, 3 dəfə azalmış olacaq. Doğrumu? 3 dəfəni də yazacağım məxrəcdə. 3 gedəcək, qalacaq H bölünmüş 4. Əvvəl H idi, indi oldu H bölünmüş 4. Deməli, məlumatın həcmi 4 dəfə azalmış olacaq. Bu qədər cavab olacaq. Deməli, 4 dəfə azalacaq. 4 dəfə az. Cavab bu formada olmuş olacaq. Bu qədər, sağ olun. Allah amanında.